Xanımlar, yaxşı yudum. Sonra aşucana girdim. Belə. Ay, sağ ol. Ay, sağ ol. Xanımlar, elə dadlı dondurmadır ki, keçən dəfə balaca balam bunun çiyələklisini almışdı. Bu dəfə bananlısını alıb, indi kəsirəm, uşaqlar yesinlər. Çox, yəni sərfəlidir, 13 manata yaxındır, 12 manat neçəsə qəpik, 60 neçə qəpik, səhv etmirəmsə. 1 kilo 800 qramdır. Qabına da çox xoşum gəldi, keçən dəfə də qaymaqlı həm də. Bananlı, qaymaqlı. Keçən dəfə göstərdim. Qabına da xoşum gəldi. İçinə yumurta yığıb qoymaq olar. Yəqin ki, bu da dadlıdır. Keçən dəfəki çiyələklə belə forma ilə deyil, belə düz idi. Bu belədir. Yəni çoxdur da. Ailədə çox olanda belə tək-tək də alırlar uşaqlar. Plan 1 alırlar həmişə. Çox alınır bizdə. Gün ərzində neçə dənə alınır. Hər biri işdən gələndə alır. Hamımıza hər yer bir dənə alır. Təsəvvür edilməli gündə neçədən dondurma yeyir. Amma bu daha çox sərf edir də, evdə çox adam olanda. Qabındakı, yəni soyuducuzda da, donduruzda da istifadə etmək olur. Xanımlar, Günay badımcan qızardır. Badımcan, pomidor, biber və kotlet. Toyuğun sinətindən kotlet edir. Maşallah. Hamılar duzlu suda belə saxlayır. Mən də elə edirəm də. Duzlu suda belə saxlayır. Həm acı suyu çıxır, həm qara suyu çıxır. Görürsünüz. Maşallah. Badımcanını da bol edir. Pomidorunu da. Deyirəm, ay Günay, elə əsgərlərlə yemək bişirirsə. Deyirəm, amma yığılır, az olur da. Acı biber də xanımlar. Günay yemir. Yoldaş da yemir mədəsinə görə. Bizə görə edib. Balaca balam da yoxdur, anası ona qurban, bugün gedib, təlimə getdi xanımlar, dualarınızı istəyirəm sizdən. Xanımlar şirin biber də bol edir, yəni mən də belə edirəm. Çünki qızarır, yığılır, az olur da. Mənim xanımlar ən çox sevdiyim yeməklərdən biridir badımcan qızartması. Sadəcə olaraq, yalan nə deyim, tez-tez etmirəm. Niyə? Həm çox vaxt aparır, həm də sırır, aləmi bulaşdırır. Amma Günay sevir, tez-tez edir. Aparacaq balkonda edəcək. Deyirəm, evdə etdə. Səhər-səhərdir xanımlar. Biz səhər günortaya qədər, yəni kondisioner istifadə etmirik. Çünki mənə də zərərdir. Günay da üşüyür. Kondisioner işləyəndə Günay corab giyinir, üstdən bir nəsə giyinir. Üşüyür də o da, yəni. Soyuğa davamı yoxdur. Amma indi uşaqlar deyir, istidir də. Günorta biz kondisioneri qoşuruq sabah səhərə qədər. Səhər uşaqlar işə gedəndən sonra xanımlar biz kondisioneri çıxarırıq. Açırıq hər tərəfi, yəni havalanır, skvazyak edir. Günay deyirəm, mətbəxdə elə, o səhər tərəf açıqdır. Deyir, yox, gedirəm, balkonda edim. Qoy evə iyi dolmasın. Xanımlar, hələ kartoşka, həvəslidir Günay, hələ kartoşka da qızardacaq. Bir də toyuğun sinətindən kotlet. Axırda da göstərərəm sizlərə. Maşallah gəlinimə, əllərinə sağlıq. Xanımlar, sizin gəlinləriniz də belə qəşəng, sərgəli, dadlı yeməklər bişirir. Mən gəlinimlə razıyam, inşallah o birisi gəlinlərim də belə olar, o birisi gəlinlərimlə də razı qalaram. Belə. Günay qızartdıqca gətirir, yaxşıdır önü bura. Balkon yaxşı gəlin verir. Balkondan gətirir, yığır bura, mətbəxə stol üstünə. Sonra bir böyük tavaya yığacaq hamısını. Yoxsa nənə qurdu, qoy göstərim bunu. Dondurma istəyirək xanımlar. Xanımlar, görün nə qəşəng qızardı. Görürüm, görürüm. Görün nə qəşəng qızardı. Gəlimin əllərinə sağlıq.
Hala kotleti kızardır, kartoşka qalıb. Pomidor görün necə gözəl kızardı. Əllərinə sağlıq. Dedim mənim işim var. Qoy bunlar tez çəkin, bir də onları çəkə bilmərəm. Günay hamısını balkonda qızartdı. Bir tek kotleti gəldi evdə qızartdı. Bu da pişsin. Ev havalansın, sonra pəncərələri örtək, kondisioneri yandıraq. Şirən tavada edir ki, tez olsun. Gör, buna 4'ünü də qoya bilərsən. Bu balaca tavadır, buna 3 el ancaq yerləşir. Bu biraz böyükdür. Xanımlar, bunları mən trend yoldan sifariş etmişəm. Bu lap böyüdür. Biri bundan balacadır. Digər kotlet qızarın kotleti olanda lap balacasıdır. 3 dənə. Gördüyünüz kimi 3 ildir istifadə edirik. Amma bəzi xanımlar sifariş etmişdilər. Mən də görüb sifariş etmişdilər. İzləyiciləri mənə yazırlar ki, hətta şəklini atmışlar ki, deməli bu soyulur. Soyulur. Yəni çıxmağı inandı da yəqin. Bu lap balacasıdır xanımlar, bu lap balacası. Biri bundan böyükdür, bu da lap böyüdür. Günayın əllərinə sağlıq. Kotletlər də için, kartoşkanı qoyub balkonda durdu. Xanımlar, bu nədir çəkirəm sizin üçün? Bu çiyələk mürəbbəsidir. Bişirdiyim zaman görmüşdünüz də 10 dənə böyük banç olmuşdu. Bir dənə də belə balaca banç olmuşdu. İndi niyə bunu çəkirəm? Bir kənardan çəkəndə qara görsənir. Bu bança, yazıq bança heç 3 gecə qalmayıb padvalda. Artıq oğlum istəyir, böyük oğlum sevir. Çiyələyi mənim uşaqlarım sevir. Mən çiyələk mürəbbəsini paylaşanda bir xanım yazmışdı ki, dünya sonudur. Ay xanımlar, 6 nəfərik. 10 dənə də bançaydı, bir dənə də bu bança. Balaca bança. Yəni bu 3 gecə qalmayıb heç padvalda artıq oğlum istəyir, ürəyi istəyir. İndi mən bunu mütləq saxlayayım qışa ki, uşağım qışda içsin. Ürəyi açan istəyir, onu da içir. Yəni biz tərəflərdə mürəbbəni yayda da seviriksə açıb içirik. İndi həm də yay boyunca olur da bu meyvə. İndi ona görə hər dəfə gedəndə yenə alıram, bişirirəm. Belə. Görürsünüz rəngi necə gözəldir, xanımlar. Görürsünüz necə gözəldir. Günay getdi, gətirdi ürəyinə. Yoldaşı çayla istəyir içmək. Yəni dedim, qoy elə çəkim sizin üçün. Ki, yəni o yazan xanımlar görsünlər ki, istifadə olunmayan bir şey niyə edirik ki, dəri deyilik ki, uşaqlarım sevir. İstəyir, mən də bişiririm. Belə. Yenə deyirəm, xanımlar buradan qara görünür. Xanımlar deyərlər belə, çox görmüş. Çox gözəl rəngi var. Bir də nəyə diqqət edin xanımlar. Xanımlar, Günay yudu, üstünü dəsmalla sildi. Dəsmalın elə bir... Dəsmallar bilirsiniz də, pambıq dəsmallar tük bıraxır üstündə. Xanımlar, nəyə diqqət edin? Bax, görürsünüz, aşağıdan yuxarıya şirəsi, meyvəsi eynidir məndə. Yəni, bişirəndə də göstərmişəm sizə, indi də. Xanımlar bişirirlər, vallahi milyon da izlənirlər. Yarıya qədər şirə olur, yarıdan da sonra yuxarı qalxıb çiyələklər olur. Siyaslar neçədir? Yeşillə götürsən bebeği, hopdova düşürsən 2.80-da. Ağgela salmışam. İşim var idi xanımlar, evdən çıxmışdım, kənd sovetinə getmişdim. Elə getmişkən də elə gilas aldım, başqa heç nə almadım. Dedim, elə bunun tumunu çıxarmaq var, bişirmək var. Yəni mənə də əziyyət olmasın. Belə xanımlar 6 kilo da evdə var, şeşər toz 6 kilo da aldım. Bu da taksidən düşəndə cırılıb, töküldü. Xanımlar, burada güya ki, dediyinə görə 7 kilo nə qədər var. Amma mən deyəndə ki, əksik çəkirsiniz, elə qışqırırlar, deyir, oğru elə qışqırdı, doğrun bağrı yarıldı. Güya ki, 7 kilo nə qədərdir? 2 manat 80 qəpikdən xanımlar. Səhər-səhər gördüm bunlarda, bunların səhər tezdən paylaşırlar da videoya, canlı açırlar. Çox-çox ucuzluqdan aldım.
Düzdür, görürsünüz biraz balacadır, olsun da əsas odur ki, çox qəşəngdilər. Yəni bir dənə belə xarabı falan heç nə yoxdur. Hamısı salamatdır. Amma çox da iri deyirlər. Olsun. Əsas odur qəşəng olsun. Güya ki 7 kilo nə qədərdir xanımlar? O da 2.80-dan 21 nə qədər edir? Güya 21 manat verdim də. Amma mən özümdə çəkəcəm. Yəni bunlara etibar etməyəcəm. Çünki şəkər tozu falan doğru əlavə etməyim üçün. İndi bəşdilər də tökəcəm paketə, çəkəcəm. Sonra da tumunun saplağını çəkərəm. Çəkdim, nə əcəbsə bu dəfə düzdüm. Qəşəng yuyum, aparım evə. Evdə başlayım tumlarını çıxarmaq. Tası qəşəng doldururam suyla. Qəşəng. Sonra yığıram oksijenə, suyunu atıram, bir də yuyuram. Şurada sizə göstərim. Məli, nünən sönə qurban. Həyat bütün günəşli xanımlar. Özüm tək getdim, gəldim. Kəsarətində işim var idi. Taksi ilə getdim tez. Gələndə də tez elə bunu aldım, gəldim. Xanımlar, yaxşı yudum. Sonra oksijenə girdim. Belə. Biraz su var, çəkilsin aparım belə. Xanımlar, bu cür tumunu çıxarıram. Mən elə dədə-baba üsulu ilə xanımlar, belə bir sancaqla çıxarıram. Görürsünüz. Əslində birinci bunları təmizləyirəm, saplaqları. Sonra tumlarını da indi tələsərəm elə bir yerdə təmizləyirəm, heç nə olmaz. Xanımlar, belə baxanda elə bilirsiniz qaralır, yox, sapsarı, mən hər zaman da mürəbbələrim sapsarı alınır. Ay nə bilim, tumunu çıxardırlar, atırlar suya. Bəs o tumunu çıxartmışıq, onun için şirəsi, dadı gedir suya. Atırlar suya ki, göyə qaralmasın. Sonra nə bilim, belə də hər özündən bir şey ixtira eləyir ki, göyə bu bunun reseptidir. Mən elə tumunu çıxarıram, birbaşa tasa, ara-arada üzərinə şəkər tozu əlavə edirəm. Bu cür şəkər tozu almışam 1 kilo, 1 kilo. Yanıma qoyuram, üzərinə indi gəzdirəcəm. Axırda da hesab kitabıma gedəcəm də. Yəni nə qədər əlavə etməliyəm. Bu belə. Yenə çıxarıram, əlavə edirəm. Yenə şəkər tozunu gəzdirirəm. Yenə. Bu taska edeyim, sonra bir tas edəcəm. Bir əllə tökdüm deyə yaxşı tökə bilmədim. Eyb yox, sizə göstərirdim. Birinci tasda hələ 4 kilo yarım idi də əslində bu. Mən 4 kilo adı ilə götürdüm. 7 kilo yarım idi. 3 kilosunu götürdüm o tasa. Buna 4 kilo yarım götürdüm. Düz yarım kilo deməli tumudur, saplağıdır. Təmiz burada 4 kilo gilas var. 4 kilo da şəkər tozu əlavə edəcəm. 2 kilosunu əlavə etmişəm, indi 2 kilosunu da üzərinə əlavə edirəm. Yenə təkrar edirəm. Tumu çıxarılmış təmiz 4 kiloqram gilas var burada tasda. 4 kilo da şəkər tozu üzərinə əlavə etmişəm və 3 stəkan, krustal stəkan su əlavə edirəm. 2. Xanımlar, bu da 3. İndi mən sobanı yandırıram, az ateşdə saxlayıram ki, şəkər tozu ərisin. Ondan sonra gür ateşdə 40 dəqiqə bişirəcəm. Köpüyünü də yığacam. İndi gətirim mən limonu, xanımlar, qabığını doğrayım. Bir limonun yarısını bu tasa əlavə edəcəm, yarısını da digər tasa əlavə edəcəm. Balaca doğrayıram. Belə də bişməyinə bir 15 dəqiqə qalmış əlavə edirəm. Onu da doğrayım, hazır qalsın. O arada digər tası yəni hazırlayayım. Tumlarını çıxarım, tasa əlavə edeyim, üzərinə şəkər tozu əlavə edeyim. Belə. Bu burada bişərkən mən digərini də hazırlayıram. Axır ki bitirdim. Digər tas bir 10 dəqiqə, 15 dəqiqə hazır olacaq. İndi gedirəm həmin tasa, birinci tasa mixək və limon. Limoncuna sağ olsun doğradı. Mən də gilasları çıxarırdım da tumunu. Limonu və mixəyi əlavə edəm. Bir 10 dəqiqə, 15 dəqiqə qalmış əlavə edirəm. Çünki əsas köpüyünü yığıram ki, sonra köpüyün içərisində onlar getməsin də. Xanımlar, bu da deməli 3 kilo idi.
Heç 200 qram gəlməyib tumu. 2 kilo 800 qram. 2 kilo 800 qram da şəkər tozu əlavə edirəm. Qazlarımız çox zəif gəlir. Bu cür qaynamalıdır. Bu cür ateşdə qaynamalıdır. Yəni ən yüksək ateşdə qoymuşam. Olan budur da yəni. Xanımlar, köpüklərini yığmışam. Qalan köpüyü lap sonda yığacam, mətbəx salfeti ilə yığacam. Çünki yığanda indi limon əlavə edirəm, limonlar getməsin də içinə. Belə. Rəngi belə tüt görünür, belə qaranlıqdır. Yuxarıda da xanımlar, lambuçkanın pis xarab olub, bunlar dəyişəcəm özüm. Xanımlar buna baxın. Cəhənnimin sərgəsinə baxın. Muncuq, ev muncuqdular. Bir limonu xanımlar doğradı Günay. Biraz çoxunu 2 yerə bölmüşdü, 2 dənə belə rozetkada. Mən o birisindən biraz da bunun üzərinə əlavə etdim. Çünki bu 4 kilodur. Bu 2 kilo 800 qramdır. İndi baxın xanımlar. Gördünüz? Çox gözəl. Mən xanımlar kiraya qalanda xəstə zövqə görə. Xanımlar, illər öncədən mən kiraya qalanda sanki az oldu, mixəy. 2 paket də xanımlar vanil söndürəndə əlavə edəcəm. Mən illər öncədən, demək, kiraya qaldığımız zaman qonşum var idi, Ləzgi xanımdır. Hələ indi də əlaqəmiz var, WhatsApp əlaqəmiz var. Onlara qonaq getmişdim, xanımlar. Yəni qonşuyduk, qarşı-qarşıya olan binada yaşayırdıq. Qonaq getmişdim onlara, mənə çay süzmüşdü, mən də çay sevənəm axı. Hə, çay mənə çox ləzzət elədi, xanımlar. Elə bir ki, limonlu çay içirdim. Mən ilk dəfə o xanımda gördüm, heç hiss eləmədim. Belə balaca limon doğrayıb əlavə etmişdik, heç hiss eləmədim. Dedim, bu nədir? Mürəbbədən limon tamı gəlir. Dedi ki, bəs görmüşsən şirən içərisində. O deyəndən sonra mən bildim də, diqqətimi çəkdi. Balaca limonu belə doğrayıb əlavə etmişdik. Məsələn, heç limon yoxdursa, elə çay içirsən mürəbbə ilə, sanki limonlu çay içirsən. Mənə çox ləzzət eləmişdi. Elə o zamandan da mən əlavə etməyə başladım. Yəni, hər zaman mən kimdən nəyi öyrənirəm, onu etiraf edirəm. Öyle şey var bacımdan öyrənmişəm, elə şey var anamdan, elə şey var qaynanamdan, elə şey var baldızlarımdan, elə şey var qonşumdan, elə şey var cəhənnəmdən Günaydan. Günay dayanıb baxır mənə. Belə. Yəni hamımız bir-birimizdən yaxşı şeyləri görüb götürürük. Oğurlamaq başqa şeydir, görüb götürmək başqa şeydir. Belə xanımlar, bilmirəm, lambuçkalar da sönübdür ya, elə bir şey rəngi tüt görsənir, amma hələ yox, bir 10 dəqiqəyə hazır olacaq. Rəngi də çox gözəldir, İnşallah mən tasda saxlayacağım. Sabah səhər aparıb həyətdə sizə göstər. Sabah səhərə qədər saxlayacağım. Akşam üstüdür də. Hələ bu tas pişsin, o biri tas pişsin. Zaten saxlayıram səhərə. Səhər də günəş çıxanda aparacağım, həyətdə qəşəng çəkəcəm. Həyətdə rəngini görərsiniz. Hanımlar, deməli bu tas 2 kilo 800 qram meyvəsi oldu. 2 kilo 800 qram da şəkər tozu əlavə etdim. 2 stəkan da su əlavə edirəm. Bu 2. 5 dəqiqə götürürəm o tası, bu tası qoyuram pişməyə. Qazlarımız çox zəifdir, xanımlar. Vanil də əlavə edirəm. Qazlarımız çox zəifdir. Yəni məcbur gec götürməli oluram da, yəni. Ona görə elə bilirəm rəngi biraz tünd oldu. Amma boşqaba qoyuram nəlbəkiyə, pəncərədən baxıram, görürəm yox. Elə də tündür. Bir görəydik, bax içərdən elə görünür. Qazlar niyə belədir bilmirəm də, neçə vaxtı belədir bu qazlar. Köpüyünü tam yığdım. İndi bankaları yığanda yenə də bankalardan da olanda yığıram köpüyünü. Bu qalsın burada soymaq olsun, digər tası qoydum üzərinə. Bu da ikinci tasdır. Bu tas balaca olduğu üçün, yəni bunda meyvə də azdır, gilas da azdır. Tas özü də balaca olduğu üçün, yəni bunu yaxşı bişirir. Yəni qaz nə qədər zəif olsa da bunu yaxşı bişirir. Birinci tas böyük olduğu üçün, gilas da çox olduğu üçün onu yaxşı belə deyək də qaynada bilmirdim. Belə xanımlar. Bişməyinə bir 15 dəqiqə qalmış limonu və mixəyi əlavə edəcəm.
Vanil də ki, söndürməyə yaxın əlavə edirəm, söndürürəm də. Buna biraz az götürdüm, çoxunu o bir tasa əlavə etdim. Mixək də ki, xanımlar, zövqü uyğun da götürürsünüz. Xanımlar, limonunu əlavə edirəm. Mixək də əlavə edirəm. Vanili götürənə yaxın əlavə edəcəm. 40 dəqiqədir. Düz 40 dəqiqəyə mürəbbə hazırdır. Söndürürəm mən altını. Görürsünüz, hazır olanda bu cür olmalıdır. Tas balaca olduğu üçün qazın gücü çatır. Amma görürsünüz, bu rəngi nə gözəldir. Onun da rəngi qəşəngdir, amma təbii ki, ondan sarı olacaq. Yəni, günahı məndə deyil, günahı qazdadır, xanımlar. Belə. İstediyi sizə duru görünə bilər. Belə də heç mən, ay nə bilim, tası tərpət, neyinə. Qaşıqla belə-belə edirik, xanımlar. Görürsünüz. Xanımlar, onlar sizi aldatmasına birdən baxanda adam elə gəlir ki, içində tum qalıb. Tumu mən ayrıca qabda çıxarıb əlavə edirdim sonra içinə. Sadəcə olaraq indi şirən canına çəkəndə rəngi eyni olacaq hamısında. Belə xanımlar, belə edirəm. Qəşəng rahat götürürəm. Sonra yenə də lazımsa yenə belə-belə edirəm. Yenə də deyirəm sizə duru görünə bilər, amma gördüyünüzdə tam hazır oldu. Səhər-səhər saat 11-dir. Düşürmüşəm həyətə mürəbbələri. Amma ki, ekranı görmürəm. Günəş şüaları düşür. Ekranı görmürəm, çəkə bilmirəm. Amma inanın o qədər gözəl rəngi var ki, mən qorxdum ki, bunun rəngi tündləşər. Biraz gec götürdüm də bunu. Amma elə eyni rəngdilər. 40 dəqiqə bişirdim bunu. Xanımlar, bunu yəni soba çatdırmırdı da, yəni zəif idi. 55 dəqiqə bişirmişəm. Amma inanın ki, eynidir. Rəngləri də eynidir. Və günəş də düşür, yaxşı çəkə bilmirəm. Bu arada xanımlar, Məlik də sezonu açıb, yuyundum, amma sapardı evə səhər-səhər. Günortadan sonra xanımlar, bizdə bura kölgə olur. Kölgədə yaxşı olmur da. Elə bu vaxt yaxşı olur, saat 11-dir. 5-10 dəqiqə oynadı. Mama sapardı. Bu arada xanımlar çox sağ olun. Keçən xanımlar deyirdilər ki, bəs bunu fenlə doldurun. Elə atası fenlə doldurdu. Çox da rahat oldu. Xanımlar, belə günəşin şüaları düşür. Yaxşı istədiyim kimi rəngini sizə göstərə bilmirəm. Çəkirəm, gedirəm kölgədə baxıram, görürüm ki, belə kölgəli düşür. Videoda, şəkillərdə kölgəli düşür. Amma inanın ki, çox gözəldir rəngi. Sizlərə görə əziyyətlə bunlar gətirmişəm həyətə. Əslində o tərəfdə qəşəng güllər var, apar burada çəkmək istəyirəm. Məlikin hovuzu kəsib, oradan keçə bilməyəcəm. Keçəbə çəkdim də Günay, hər balaca çiyələk açıldı, desən çəkdim. Bu ikinci banşadır xanımlar. Elə bil 10 dənə belə banşa olmuşdu çiyələk mürəbbəsi. Bir dənə də balaca. Keçəbə balacanı açdım, oğlum istədi. İndi Günay getdi bunu gətirdi padvaldan. Yəni sonra mən deməyin ki, niyə çox bişirirsən. Artıq ikinci banşa açılır. Xanımlar, görmüşsünüz də keks kağızı qoyuram içərisinə. Görürsünüz xanımlar necə gözəldir. Meyvəsi, şirəsi bir-birini tamamlayır. Xanımlar, bu ikinci bankada açılır. Sonra mən bişirəndə deməyin ki, niyə çox bişirirsən? İkinci oğlum istədi. Birinci bankanı böyük oğlum üçün açmışdım. Bunu da ikinci oğlum istədi, ürək istədi, açdım. Balam da şu canlı çayla içsin.
Bankaları yudum. Bu 9 ədəd götürdüm. Bilmirəm 8 alınar, 9 alınar, 7 alınar. Axır 9 ədəd gətirdim. Əslində başqa bankalar götürmüşdüm. Onları da yummuşdum. Keçən videoda sizə göstərdim. Onlar da 680 millidir. Onlar dar, belə ensiz. Ağzı belə dar. Sonra düşündüm, onun rəngi tündür. Gilaslar içində qəşəng görünməyəcək. Dedim, onları elə pərpətöyün bağlayaram. Bir partiyada pərpətöyün alıb onlara bağlayaram. Getdim bu şəffafları gətirdim. Bunlar da xanımlar bizim tarlanın yaşıllıqda olan bankalarıdır. Sonra badımcan kürsüsü olan bankalarıdır. Bunlar çox gözəl şəffafdırlar. Belə sular süzülsün, sonra dəsmalla silim, qurulayım və mürəbbələri inşallah yığım içərisinə. Sonra da həyət axşamüstü düşürdərəm, həyətdə çəkərəm sizlər üçün. Aparıb podvala yığaram. Elə hər iki tasın rəngi eyni alındı. Bu mürəbbə qabı ki var, o 4 banka. 4 banka, bir də o mürəbbə qabı balaca tasdan alındı. Digər 5 banka da böyük tasdan alındı. Yəni bilirəm də xanımlar, görürsünüz 9 banka gətirmişdim. Rəngləri eyni oldu. Baxmayaraq ki, balaca tas 40 dəqiqə bişirdim, o birisini daha çox bişirdim. Şirələri də ki, çox gözəldir xanımlar, bal kimi. Mən duru sevmirəm. İsti-isti duru görünə bilər, amma bal kimidir, şirə bal kimidir. Yəni elə olmalıdır. Görürsünüz xanımlar, eyni rəngdirlər. Barmaqlarım, dırnaqlarım qaralıb ona baxın. Xanımlar görürsünüz, kamerada bəzən rənginə tutdura bilirik. Çox sapsarıdır həqiqətən rəngləri. Mixəkləri də üzərinə qoyuram, xoşum gəlir. Mürəbbə qabına əlavə edəndə mixəklərdən də götürüb üzərinə əlavə edirəm. Mürəbbələrin, cemlərin qapaqlarını hər il mən təzələmirəm. Amma pomidor sokların, şirələrin də, yəni bu konserv olanları bilmirəm, məncə o bağlananlara konserv deyirlər də, xanım bir də səhv edərəm. Onları təbii ki, hər dəfə təzə qapaq edirəm. Bu mürəbbi üçün də qapaqlar lap belə köhnələndə, içərisi saralanda, nə bilim, nə olanda onu da atıram. Belə ağappaq olanda atmıram. Bu birinci tasdan olanda da, balaca tasdan olanda. Görürsünüz, digərləri, bu 5-i böyük tasdan olanda. Yəni eynidirlər. Eynidirlər xanımlar, görürsünüz. Həqiqətən çox gözəl alınıblar. Xanımlar, həqiqətən mən gördüyüm işi sevirəm və istəyirəm ki, onu bacardığım ən gözəl şəkildə sizlərə təqdim edəm. Siz bilirsiniz, həyatda etdiyim çəkilişlər məni nə qədər yorur. Amma xoşdur. Yəni, onu mən istəyərək edirəm də. Qapaqlarını çıxartdım ki, həm sizə rənglərini göstərim, həm də keks bişirən kağızlardan üzərinə qoyub qapaqlarını bağlayacağım. Balalarım uşicanlı ağız dadı ilə yesinlər. Sizlər də hazırlayın balalarınız ağız dadı ilə yesinlər, içsinlər.
Xanımlar, bir dənə də belə banka oldu. Məlik də tez özünü getirdi. Oyandı, gəldi maşın sürməyə. Bir nə qəşəngdir. Bu cür xanımlar, görürsünüz, heç kağız görsənmir. Bağlananda qapaq qapağın arasında qalır. Sağlam ol nənə qurban. Xanımlar, elə oyanıb durub gəlib. Dedim, Məlikin penjamaları var. Məlik, göstərim mənə qurban. Bu əynindəki geyindiyi mavi. Bir də bunun karisiyevi rəngi. 3 mərtəbədən almışdım da, səhv etmirəm. Sən 3 mərtəbədən hələ təzə geyinir. Deyən istilər düşəndən. Sənə qurban olun. Sənə qurban olun. Duran kimi heç imkan vermişim, maması bunu geyindirsin. Elə qaçır həyətə. Ay, sağ ol. Ay, sağ ol. Xanımlar, bu arada Məlik pampersdən da, yəni bezdən çıxıb, ancaq yatındı maması. Yəni istifadə eləyir. Belə balam bezdən çıxıb. Nənəsi buna qurban. Nənəsi buna qurban. Xanımlar, söndürə bilməyəndə də düşür söndürür. Ay valla, sındı. Nənən özü sındı. Xanımlar, görürsən nə qəşəngdir penjaması. Qapısını açmadan hələ. Balam yadından çıxır. Çox qəşəngdir. Bir dənə karisiyevi rəng almışdım, bir dənə də bu rəng. Xanımlar, elə yorulmuşam. Mürəbbələri Günay çağırdım. Günay padvala qoydu, azıydı da. Padvala yığdı. Çox olan da bankalar oğlum aparır. Balaca oğlum ya ikinci oğlum, böyük oğlum eləməz. Amma ikinci oğlum, balaca oğlum onlar edirlər, kömək edirlər bizə. Mürəbbələr az idi, Məlik də etdi, maşın sürürdü, dedim gəl, salar sındırar. İndi sağ olsun, Günay mənim üçün salat eləyir, xanımlar, saat nə bilim, neçədə 6-da 7 işləyib, neçədə heç bilmirəm. Hələ mən yemək yeməmişəm, inanırsınız. Günay dedim, ona sənin üçün salat eləyirəm, gəliyi. Hazırlayıram yeməyi də gəliyi. Sağ olsun, mənim üçün süfrə açır, qəşəng. Kompotumu qoyur. Xanımlar, bu arada hər zaman deyirəm ki, mən yəni evdə özüm olanda mən çəngəldən istifadə etmirəm, əllə yeyirəm. Amma ona baxmayaraq, Günay hər zaman çəngəl qaşı süfrəyə mənim üçün qoyur. Mən də bunu, yəni onu qoymasa da olar, mən onu istifadə etmirəm. Amma yəni nəzərindən qaçmırlar, belə diqqətli olmağı, hörmət etməyidir, heç olmaz bir dənə çəngəl atıb yaram, nə olacaq? Bir ama Günay heç göstərib durmuram, o niyə qoyursan? Elə mən Məlikin yanında dayanmışam, uşaqlar tək sürə bilməz, vurar, sındırar. Həm də tək qoymuruq həyətdə. Həyət evidir də, baxın, nə xanımlar, bilin, ilan olar, bir şey olar. İndi Günay mənim üçün süfrən hazırlasın, mən gedəcəm, Günay gələcəm Məlikin yanına. Bankalarımı da görürsünüz. Elə götürmüşəm, çünki boşalmalıdır da, yəni hamısı belə deyək də doludur. Ona görə ora boşaldıram və tez bir zamanda mənə lazım olacaq bankaları götürürəm. Nənəsi qurban, nənəsi qurban. Nənəsinin körpəsi, nənəsinin ürəyi, nənəsinin hər şeyi. Qapısını da aç belə üstündən düşür. Sənə qurban olum. Xanımlar, hovuz sezonunu da açıq elan elədim Məlik bugün. Belə. Onlar da mənim bankalarım. Görüm nə alacam, nə bağlayacam. Və bir-iki gün keçsin.